Yəni elə bilin ki, bu qəsəbə qalıb bir kənarda. Yəni ki, belə bir qəsəbə Hökümullah Talıbov adına burada bir qəsəbə yoxdur. Qaynar xəttimizə müraciət əsasında sakinlərin problemlərini işıqlandırmaq üçün gedib çıxdıq Siyəzən şəhəri Gənclik qəsəbəsi Hökümullah Talıbov küçəsinə. Buradakı ifunət qoxusunu çatdırmaq olsaydı, yəqin ki, sujetə baxdığınız cihazın ekranı da elə küçə adı yazılan lövhə kimi çatlayardı. Bu mümkün olmadığından vəziyyətin necə olduğunu sakinlərdən eşidək. İyi baş alıb gedir birinci növbədə. Antisanitar vəziyyət baş alıb gedir bu qəsəbədə. Podvallar hal-hazırda bir dəqiqə görməsə vəziyyətindədir. Bura köçdüyümüz 30 il olar. O 30 ildə bir dəfə kanalizasiya sistemi təmir olunmayıbdır. Çuğun materiallardandır, çürüyüblər. Atkıntılar hamısı binaların altındadır. Hamısı binadan axan çirkab sular yığılır ora. Bu da aydın məsələdir ki, çirkab suların yığılması xəstəlikləri gətirib çıxarır. Bizə qonağa gəlir, o bizə sual verirlər ki, siz bu iydən necə yaşayırsınız? Həmin iyi qox, bir də ki, sanitar təmizlik. Ağcaqanad özümüz bilir ki, böyük xəstəliklərin mənbəyi olan ağcaqanadlardır. Ağcaqanadın əlindən biz evdə otura bilmirik. Qışın günündə dərman yandırmasa mümkün deyil. Nə qədər müddətdir davam eləyir və hara müraciət etmişsiniz bundan bağlı? Su idarəsinə baxır, su idarəsinə dəfələrlə müraciət edirəm. Şəxsən mən yazılı, şifahi. Çox mərtəbəli binaların, podvallarının çirkab sularla olması, xəstəliklərin yayılması da hələ bu çirkab suların nəticəsində xəstəliklə yaranır. Ağcaqanadlar qış günüdür. Ağcaqanadlar evlərə girir. İydən evlərin yanından, 5 mərtəbələrin yanından keçmək olmayır. Sakinlərin problemləri ilə bağlı regional su meliorasiya xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Hökümullah Talıbov küçəsi Gənclik qəsəbəsində yerləşən çoxmənzilli binaların zirzəmilərində, kanalizasiya şəbəkələrində cari təmir işləri aparılıb və bu işlər mütəmadi olaraq davam etdirilir. Sözü gedən ünvanda yaşayan sakinlərə dəfələrlə xəbərdarlıq edilib ki, kanalizasiyaya əşyalar atmasınlar. Bu xəbərdarlıqlara bir çox hallarda məhəl qoyulmadığından vaxtaşırı oxşar problem yaranır. Qurumdan o da bildirildi ki, binaların zirzəmilərinə suyun yığılmasına leysan xarakterli yağışlar səbəb olub. Bununla əlaqədar vətəndaşların müraciətini nəzərə alaraq zirzəmilərə yığılan suyun kənarlaşdırılması ilə bağlı müvafiq köməklik göstəriləcək.